Gəlin bugün gücün qaranlıq tərəfinə baş vuraq. Söhbət əlbəttə ki, tarixin ən çox müzakirə olunan, bəzən də yanlış anlaşılan mütəfəkkiri Niccolo Machiavelli'dən gedir. Yaxşı, bəs bütün bu mürəkkəb fəlsəfənin açarı haradadır? Məhz bu sualda. Tarixin ən böyük siyasi beyinlərindən biri taleyi, yəni Fortunanı, niyə məhz qadın obrazında görürdü? Onun o soyuq, sərt məntiqini başa düşmək üçün, gəlin onun düşüncə xəttini izləyək və mövzunu 4 əsas hissəyə bölək. Hər şey əslində tək bir güclü metafora ilə başlayır. Machiavelli üçün Fortuna, yəni bizim bildiyimiz talih və ya qismət, bir qadındır. Baxın, onun dünya görüşünə görə həyat iki böyük qüvvənin daimi mübarizəsidir. Bir tərəfdə xaos, dəyişkənlik, yəni Fortuna var. Digər tərəfdə isə nizam-intizam, güc, bacarıq, yəni virtu, kişi enerjisi. Və baxın, Machiavelli üçün ən vacib məqam budur. Əgər bir tabe olan şəxs, yəni onun allegoriyasında qadın, itaətsizlik göstərirsə, bu əslində liderin öz gücünün, virtusunun zəiflədiyinin açıq-aşkar siqnalıdır. Problem qadında deyil, liderdədir. Yaxşı, bu məntiq bizi hara aparır? Gəlin görək, xəyanətin kökləri, səbəbləri haqqında nə deyir? Onun qoyduğu diaqnoz demək olar ki, çox aydındır. Deyir ki, xəyanət 3 amansız reallıqdan yaranır. Birincisi, liderin öz zəifliyi, ikincisi, insanın təbiətən egoist olması və üçüncüsü, ağılla yox, emosiyalarına hərəkət etmək. Bu sitatda diqqət çəkən odur ki, Machiavelli insan təbiətinə olan o bədbin, sinik baxışını heç çəkinmədən ortaya qoyur və bu fikir onun bütün siyasi nəzəriyyəsinin demək olar ki, təməlidir. Belə çıxır ki, lider zəiflik göstərən kimi xəyanət qapını döyür. Yaxşı, bəs Machiavellinin buna cavabı nədir? Nəzarəti saxlamaq üçün onun o məşhur, soyuqqanlı məsləhəti nədən ibarətdir? Onun həll yolu əxlaqa və ya sevgiyə əsaslanmır, qətiyyən. Bu, hakimiyyəti amansızcasına qorumaq üçün hazırlanmış 3 addımlı bir strategiyadır. Cəsur və qətiyyətli ol. Sevgi yox, qorxu yarad. Və ən əsası, praqmatik ol, emosiyalara qapılma. Bütün bu məntiq isə bizi gətirib onun bəlkə də ən çox mübahisə yaradan ən məşhur sözlərinə çıxarır. Bu, xaos qüvvələrinə qarşı necə aqressiv olmaq lazım olduğuna dair onun son sözüdür. Və məhz bu nöqtədə əsas şərh anlamaq vacibdir. Tədqiqatçılar bunu hərfi mənada qadına qarşı zorakılıq kimi yox, bir hökümdarın siyasətin və taleyin o gözlənilməz, dəyişkən təbiətini necə ram etməli, necə hökmranlıq etməli olduğuna dair çox sərt bir metafora kimi oxuyurlar. Yaxşı, gəlin bütün bu fikirləri bir araya gətirək. Bütün bunlardan sonra Machiavellinin bizə güc haqqında vermək istədiyi o son əsas dərs nədir? Son nəticə əslində çox sadə və sərtdir. Machiavellinin dünyasında münasibətlər istər şəxsi olsun, istərsə də siyasi, sevgi və ya əxlaqla bağlı deyil. Hər şey sadəcə gücün daimi olaraq qorunması uğrunda gedən bir mübarizədir. Xəyanət şəxsi bir şey deyil, sadəcə bir güc boşluğunun nəticəsidir. Sonda onun bütün fəlsəfəsi gücü əldə saxlamaq istəyən hər kəs üçün bu 3 sarsılmaz prinsipə gəlib çıxır. Sədaqət yalnız güclülər və qətiyyətli olanlar üçündür. Zəiflik və tərəddüd birbaşa xəyanətə dəvətnamədir və liderin ən birinci vəzifəsi nə olursa olsun nəzarəti əldən verməməkdir. Və bu da bizi son bir sualla baş-başa qoyur. Bu fikirlərin üstündən 500 il keçib. Bəs bugün, müasir dünyada, bu amansız güc hesablaması, liderlik, sədaqət və insan təbiəti haqqında bizə hələ də nəsə deyirmi? Bu sual üzərində düşünməyə dəyər.